Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə fransızların Qarğa ilə Qartal adlı nağılını danışacağam. Qarğa dünyaya göz açandan bəri qartala paxıllıq edirdi. Hesab edirdi ki, qartalın heyvanlar aləmində hörməti, etibarı çox şişirdirmişdi. Necə də olsa, mən də onun kimi quşam. Məndən biraz iri olması, qanadlarının biraz böyük, caynaqlarının azıcıq iti olması onu üstün etmir ki, deyə düşünürdü. Qarğanın ən çox əsəbləşdiyi şey isə qartalın asanlıqla özünə yem tapa bilməsi, səmadan ovunun üstünə yel kimi şığıyaraq bir quzunu belə qaldıra bilməsi, özünün isə çox vaxt başqalarının artığı ilə kifayətlənməyə məcbur olması idi. Bunu mən də edə bilərəm, deyə qarğa düşünürdü. Bu haqda o qədər çox düşünürdü ki, nəhayət sınamağa qərar verdi. Günlərlə qartalın ovun üstünə necə şığıdığına diqqətlə baxdı. Ovunu qaldırandan sonra hara daşıdığını izlədi. Axırda eyni cür etməyə qərar verdi. Ovunu beləcə yaxalayıb xəlvət bir yerə apardıqdan sonra təzə əti necə yeyəcəyini təsəvvür etmək qarğanın çox xoşuna gəlirdi. Amma ən çox mahir ovçuluğu sayəsində heyvanlar aləmində etibarının artacağına sevinirdi. Bütün heyvanlar məni barmaqla göstərəcəklər, deyə xəyal qururdu. Axırda bu işi qartaldan daha yaxşı edə biləcəyini göstərmək üçün quzu deyil, böyük qoyun ovlamağa qərar verdi. Əvvəlcə xeyli yüksəyə uçdu. Qartalın etdiyi kimi göy üzündən dövrə vuraraq yağlı qoyun axtarmağa başladı. Çəməndə otlayan sürünün içindən çox iri bir qoyun seçdi. Və yenə qartalın etdiyi kimi sürətlə ovunun üstünə şığıdı. Qarğa qoyunun üstünə cumub dırnaqlarını heyvanın yununa keçirdi. Amma qarğanın özündən qat-qat ağır qoyunu qaldıra bilməsi mümkündürmü? Ha qanad çırpsa da qoyun heç yerindən qımıldamadı da. Qarğa qoyunu qoyub qaçmaq istədi. Amma onun sıx yununun arasında ilişib qalmışdı. Dırnaqlarını yundan çıxara bilmədi. Qorxuya düşən axmaq qarğa qarıldayanda çobanlar səsə qaçıb gəldilər və qarğanı tutub bir qəfəsə saldılar. Qarğaların çox yaşadığını eşitmisiniz? Bax, bizim qarğa hələ də çobanların qəfəsində yaşayır. Yəqin lovğa qarğa hələ də öz-özünə "Görəsən mən nəyi səhv etdim?" deyə düşünür. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.